Bugün Araz Marketdən 1 manata nə almaq olar? Aslında belə baxanda heç nə. Dostlar, zarafatsız gedək dostlar. Yine dostlar gəldik ballı marketə. Birazdan çəkərsən ballı marketi. 1 manatımızı da götürdük. Yəni mən düşünürəm ki, 1-2 əşya alacağıq dostlar. Yəni 1 manata çox da bir şey düşmür. O qaldı 2022-2023 illərində. Ne oldu? Böyle sigara alıyorsun ha? Bəli dostlar, neyse dayandır. Bəli dostlar, 2 manatım var. Bütçə artdı dostlar. Nə alım? Keçək o birisi tərəfə. Aşağıdan çək ama videonu dayandırma. Açıqdır. Hə. 55 qəpik. Yine dostlar özümə xoşbeş aldım. Xoşbeş aldım 50 TL. Ucuz bir şeyler gezerken Heyo ile karşılaştım. Heyo 3,5 TL. Yandır. Bəli dostlar, qaldı 1.50. Mənim boyum olsa da bir neyse. Tez ol. Mən də almalıyam axı. Ay nə aldım. Bir də özümə don aldım. Bu da 50 qəpik. Dostlar, qaldı 1 manatım. 1 manata da buradan nə ala bilər? Halil yoxdur burada, Halil. Aşağı tut. Bu da kısasın 50 metre gerdən işləyəni. Çəkirsən? Bəli dostlar, bir dənə də burun aldım belə dostlar, 50 qəpik. Dostlar, qaldı 50 qəpiyim. Dostlar, 50 qəpik getdik. Aşağı tutmadan mənə çək. Bəli dostlar, başqa nə ala bilərəm? Halleyi axtarıram dostlar, Halley şey. Sən gəl məndən, mən deyəsən yerini bilirəm. Halley. Bəli dostlar, buradan da sakincə dostlar, Halleyi alırıq. Dostlar, qaldı 0 bütçəmiz dostlar, neysə. İndi ballıdan çıxanda görüşərik. Bəli dostlar, 4 əşya aldım 2 manata. Bruni dostlar 50 qəpik, Xoşbeş 50 qəpik, Halley 50 qəpik, Donat 50 qəpik. Bəli dostlar, bu da dostlar vlogumuzun sonu dostlar. Mırtaydı dostlar, 2 manatlıq bütçə ilə dostlar şeydi alışveriş elədim, yəni Mırta ilə belə video. Yəni bir 5-6 dəqiqə alınıb yəqin ki dostlar, yəni qısadır. Hə, bu gün verdi. Dostlar, imtahan verənlərə şeydir, uğurlar diləyirəm dostlar. İnşallah imtahan nəticəmiz yaxşı keçib dostlar. Nəysə, özüm 6-cı sinifəm. Nəysə dostlar, sağ olun dostlar. Abunə olun, like atın dostlar. Sağ olun.